Herkese salam. Bugün atmosfer hadisələri ilə bağlı dərsin davamını keçəcəm. İlk öncə başlayaq küləklərin yayılması mövzusundan. Ümumiyyətlə küləklər necə yaranır? Küləklərin yaranmasının ən başlıca səbəbi təzyiq fərqidir. Yəni yer səthinin hər bir ərazisində təzyiq qeyri-bərabər paylanmışdır və bu da təbii ki də küləklərin yaranmasına səbəb olur. Bəs bu necə olur ki, külək yaranır? Sxemə də fikir versəz, hava qızır və qızdıqca hava yuxarıya qalxır. Atmosferin təzyiqi mövzusunu başa salanda qeyd eləmişdim ki, qalxan havada alçaq təzyiq yaranır və başqa bir ərazidə enən hava olur, soyuq hava və enən hava və təbii ki də enən havada yüksək təzyiq olurdu. Və beləliklə də hava yüksək təzyiqdən alçaq təzyiq olan sahəyə doğru hərəkət edir. Şəkildə də fikir versəz, enən hava hərəkət edir qalxan hava olan tərəfə. Yəni yüksək təzyiqdən alçaq təzyiqə doğru. Dedik ki, küləklər təzyiq fərqindən yaranır və onu da qeyd edeyim ki, təzyiq fərqi nə qədər böyük olarsa, küləyin gücü də o qədər çox olur. Yer üzərində isə ən güclü küləklər Antarktida materikinin ətrafında yaranır. Çünki burada quru ilə su arasındakı təzyiq fərqi həddindən artıq çoxdur. Küləyin 3 elementi var. Bunlar gücü, sürəti və istiqamətidir. Küləyin gücü Beaufort şkalası ilə ölçülür, 12 ballıq Beaufort şkalası ilə və küləyin sürəti ilə gücü düz mütənasibdir. Çünki küləyin sürəti artdıqca onun gücü də artır. Küləyin sürəti isə anemometrlə ölçülür. Şəkildə gördüyünüz anemometrin şəklidir və külək hansı istiqamətdən əsirsə, adını da ona görə adlandırırlar. Yəni, məsələn, külək şimaldan əsirsə, o zaman şimal küləyi adlanır. Baxın, ekranda gördüyünüz şəkildə dirəyin üzərindəki sol tərəfdəki cihaz anemometrdir, sağ tərəfdəki isə flügerdir. Flüger nəyə deyilir? Flüger küləyin istiqamətini və gücünü göstərən, yəni təyin edən cihaza deyilir. İndi isə sizə külək gülünün hansı ardıcıllıqla tərtib edildiyini izah edəcəm. Deməli, ilk növbədə üfüqün əsas və aralıq cəhətləri çəkilir. Bu da təbii ki, ekranda gördüyünüz sxem formasında tərtib edilir. Həm əsas cəhətlər çəkilib, həm də aralıq cəhətlər. İkinci növbədə isə bir ay ərzində əsən küləklərin istiqaməti ştrixlər vasitəsilə qeyd edilir. Baxın, şəkildə də görünür, ştrixləri görürsünüz. Həmin ştrixlər bir ay ərzində əsən küləkləri əks etdirir və hər bir ştrix də bir günü əks etdirir. Üçüncü növbədə artıq həmin o ştrixlərlə göstərilmiş günlər istiqamətlər üzrə birləşdirilir və küləksiz günlər də mərkəzdə qeyd edilir. Şəkilə də fikir versəz, artıq həmin o ştrixlənmiş hissələr birləşdirilib və mərkəzdə küləksiz günlərin sayı yazılıb. O 4 rəqəmi ilə göstərilən küləksiz günlərin sayıdır. Küləklər rejiminə görə 3 qrupa ayrılır. Sutkalıq küləklər, mövsümi küləklər və daimi küləklər. İlk öncə gəlin başlayaq sutkalıq küləkləri izah etməkdən. Sutkalıq küləklər də özü bir neçə qrupa ayrılır. Bunlar dağ-dərə küləkləri və brizlərdir. Dağ-dərə küləkləri dağın zirvəsi və ətəyi arasındakı təzyiq fərqinin nəticəsində yaranır. Gündüzlər bu küləklər dərədən dağa doğru hərəkət edir, gecələr isə dağdan dərəyə doğru. Ekrandakı şəkildə fikir versəz görərsiniz. Gündüzlər dağın ətəyindən zirvəsinə doğru hərəkət edir, gecələr isə zirvədən ətəyə. Daha sonra dedik ki, sutkalıq küləklərdən biri də brizlərdir. Brizlər sutka ərzində istiqamətini 2 dəfə dəyişən küləklərə deyilir. Bu küləklər dəniz, göl və okean sahillərində müşahidə edilir. Gündüzlər sahil dənizdən daha isti olur, yəni burada qalxan hava olur. Sahildə isə, yəni su səthinin üzərində hava nisbətən soyuq olduğuna görə burada enən hava olur və buna görə də gündüzlər külək su səthindən quru səthinə doğru əsir. Yəni okeandan quruya əsir. Çünki dedik ki, su səthi üzərində hava nisbətən soyuq olur, quru səthi üzərində isə nisbətən isti olur. Bunun da səbəbi nədir? Ümumiyyətlə mən digər mövzuları başa salanda demişdim ki, su səthi nisbətən gec qızır, nisbətən də gec soyur. Amma quru səthi tez qızır, tez də soyuyur. Buna görə su səthi gündüz günəş doğur. Quru səthi su səthinə nisbətən daha tez qızır. Və buna görə də quru səthi üzərində qalxan hava əmələ gəlir, su səthi üzərində isə enən hava. Yəni quruda alçaq təzyiq, su səthi üzərində isə yüksək təzyiq əmələ gəlir. Bunun da nəticəsində
küləklər, yəni brizlər gündüz su səthindən quru səthinə doğru əsir, gecələr isə əksinə olur. Deməli, su səthi axşama qədər, yəni gün batana qədər isinir və istiliyi özündə uzun müddət saxlaya bildiyinə görə su səthi üzərində quruya nisbətən daha isti hava olur. Quruda isə dedim ki, tez qızıb tez soyuyur, yəni artıq gün batdıqdan sonra tez bir şəkildə soyuyur. Buna görə də burada su səthi üzərində alçaq təzyiq əmələ gəlir. Çünki dedik ki, istiliyi özündə çox saxlaya bilir. Quru səthi üzərində isə yüksək təzyiq əmələ gəlir. Buna görə də briz küləkləri gecələr quru səthindən su səthinə doğru əsir. İndi isə gəlin mövsümi küləklərdən danışaq. Mövsümi küləklərə musson küləklərinə aid edirlər və mövsümi küləklər və yaxud da musson küləkləri fəsillər üzrə istiqamətini dəyişir. Onu da qeyd edeyim ki, ildə 2 dəfə istiqamətini dəyişir. Brizlərdə dedik ki, sutkada 2 dəfə istiqamətini dəyişir. Musson küləkləri isə ildə 2 dəfə istiqamətini dəyişir. 6 ay okeandan quruya doğru əsir, 6 ay isə qurudan okeana doğru əsir. İndi isə gəlin görək bu necə baş verir. Brizlərdə olduğu kimi burada da quru ilə su səthi arasındakı təzyiq fərqinə görə yaranır küləklər. Dedik ki, quru səthi tez qızıb, tez soyuyur. Buna görə yay fəslində quru səthi tez qızır və quru səthi üzərində alçaq təzyiq əmələ gəlir. Su səthi isə gec qızdığına görə orada yüksək təzyiq olur. Və buna görə də musson küləkləri yay fəslində okeandan quruya doğru əsir və təbii ki, bundan da özü ilə yağıntı verir. Yay fəslində musson küləkləri yağıntı verir. Qış fəslində isə quru səthi yayda qızır və qışa doğru artıq qış fəslinə keçid edəndə tez bir şəkildə soyuyur. Amma su səthi yayda aldığı o istiliyi özündə uzun müddət saxlayır, yəni quru qədər tez soyumur, öz istiliyini itirmir. Buna görə də artıq qış fəslində quru üzərində enan hava yüksək təzyiq yaranır, su səthi üzərində isə qalxan hava alçaq təzyiq yaranır. Qış fəslində, yəni qış mussonları qurudan okeana doğru əsir. Ümumiyyətlə musson küləkləri hansı ərazilər üçün səciyyəvidir? Xəritəyə baxanda əslində xəritədə də görünür və bir də xəritədə oxlar vasitəsilə qış və yay mussonlarının hansı istiqamətdə əsdiyi də göstərilib. Görürsünüz, mavi oxla verilən qış mussonlarının istiqamətidir. Qurudan okeana doğru əsir. Qırmızı oxlarla verilən isə yay mussonlarının istiqamətdə, o da okeanlardan quru səthinə doğru əsir və həmçinin xəritədə mussonların səciyyəvi olduğu ərazilər qeyd olunub yalnızca. Mussonların səciyyəvi olduğu ərazilər Cənubi, Cənub-Şərqi və Şərqi Asiyadır. Bir də Şimali Amerikanın şərq sahilləridir. Bəs musson küləkləri gəlin görək bu ərazilərdə hansı okean sahilləri üçün səciyyəvidir? Cənubi Asiyada Hind okeanı üçün səciyyəvidir. Cənub-Şərqi və Şərqi Asiyada Sakit okean üçün, Şimali Amerikada isə Atlantik okeanı üçün səciyyəvidir. Bir də onu qeyd edeyim ki, musson küləkləri yalnız şimal yarımkürəsində müşahidə edilir. Biz deyə bilmərik ki, cənub yarımkürəsində musson küləkləri əsir. Qeyd elədim ki, musson küləkləri yay fəslində özü ilə yağıntı gətirir. Yəni musson küləklərinin səciyyəvi olduğu ərazilərdə yay fəslində yağış yağır və bu təbii ki də bəzi çayların rejiminə təsir göstərir. Həmin ərazilərdən axan çaylar yay fəslində daha bol sulu olur. Bu çaylar hansılardır? Yangtze, Xuanxe, Qang, Mekong, Brahmaputra və Amur çaylarıdır. Bir də yadınızda saxlayın ki, bu regionda musson küləkləri çaykeçiliyinin inkişafına imkan verir. Musson küləkləri ilə bağlı son olaraq onu qeyd edeyim ki, mussonların 2 tipi var. Bir tropik mussonlardır, bir də tropikdən kənar mussonlar. Tropik mussonlar tropik işıqlanma qurşağında əsən mussonlara deyilir, digərləri isə təbii ki də tropik işıqlanma qurşağından kənarda əsənlərə deyilir. Tropik mussonlar Cənub və Cənub-Şərqi Asiyada əsir. Bura hansı ərazilər daxildir? Daha doğrusu hansı ölkələr? Hindistandır, Laos, Vyetnam, Kamboca, Şri Lanka, Filippin və Bangladeşdir. Tropikdən kənar mussonlar isə mülayim və subtropik qurşaqlarda əsən mussonlara deyilir. Bunlar Şimali Amerika və Avrasiyanın şərq sahillərində əsən mussonlardır. Bu mussonların əsdiyi ərazilər Yaponiya, Koreya, Çin və Tayvandır. İndi isə gəlin görək daimi küləklər nədir? Ümumiyyətlə yer səthinin qeyri-bərabər qızması nəticəsində
Quru və su səthi üzərində müxtəlif atmosfer təzyiqi formalaşır və bu atmosfer təzyiqinin də fərqindən küləklər yaranır. Və hava axınları daimi olaraq yüksək təzyiqdən alçaq təzyiq sahələrinə doğru yerini dəyişir. Bu küləklərə daimi küləklər deyilir. Daimi küləklər şimal və cənub yarımkürəsində istiqamətinə görə bir-birindən fərqlənir. Yerin uzağı ətrafında fırlanması nəticəsində meyl etmə yaranır və bu meyl etməyə Coriolis qüvvəsi təsir edir. Coriolis qüvvəsinin təsiri ilə şimal yarımkürəsində daimi küləklər sağa, cənub yarımkürəsində isə sola meyl edir. Daimi küləklərə passat küləkləri, qərb küləkləri və qütb küləkləri aiddir. Qütb küləklərinə həm də şimal-şərq və cənub-şərq küləkləri də deyilir. Birinci başlayaq passat küləklərindən. Passat küləkləri tropik enliklərdən ekvatorial enliklərə doğru hərəkət edir. Bunun səbəbi odur ki, tropik enliklərdə yüksək təzyiq olur, ekvatorial enliklərdə isə alçaq təzyiq sahələri olur. Buna görə də tropikdən ekvatorial enliklərə doğru əsir. Yerin uzağı ətrafında fırlanması nəticəsində isə passatlar qərb istiqamətinə doğru meyl edir. Şimal yarımkürəsində şimal-şərqdən cənub-qərbə doğru əsir, cənub yarımkürəsində isə cənub-şərqdən şimal-qərbə doğru meyl edir, yəni əsir. Xəritədən də bunu aydın şəkildə görə bilərsiniz. Daha sonra daimi küləklərdən digəri qərb küləkləridir. Qərb küləkləri tropik enliklərdən, yəni yüksək təzyiq sahələrindən mülayim enliyə, yəni alçaq təzyiq sahələrinə doğru əsir. Bu küləklər daha çox 45-60 dərəcə enliklər arasında əsir. Şimal yarımkürəsində cənub-qərbdən şimal-şərqə doğru əsir. Cənub yarımkürəsində isə şimal-qərbdən cənub-şərqə doğru əsir. Bunun da nəticəsində materiklərin qərb sahilləri bol yağıntı alır və buna görə də məhz onun adını qərb küləkləri adlandırırlar. Şimal mülayim qurşaqda, qərb küləkləri Avrasiya materikində Ural dağlarına qədər bol yağıntı gətirir. Daha sonra Antarktida materikinin ətrafında soyuq qərb küləkləri cəryanının yaranmasına səbəb olur. Bundan başqa Alyaska və Çilinin cənub-qərb qurtaracağına bol yağıntı düşməsinə səbəb olur. Son olaraq danışıram qütb küləklərindən. Qütb küləkləri yüksək təzyiq sahələrindən, yəni qütblərdən mülayim enliklərə, yəni alçaq təzyiq sahələrinə doğru hərəkət eləyir. Soyuq və quru daimi küləklərdir. Şimal yarımkürəsində şimal-şərqdən cənub-qərbə doğru əsir, cənub yarımkürəsində isə cənub-şərqdən şimal-qərbə doğru əsir. Daha sonra yerli küləklər var. Yerli küləklər nədir? Yerli küləklər yer kürəsinin ayrı-ayrı ərazilərində özünə məxsus xüsusiyyətlərə malik olan küləklərə deyilir. Yəni sırf o ərazi üçün səciyyəvi olur külək. Biri var məsələn daimi külək. Dedik ki, misal üçün passat küləkləri tropiklərdən ekvatora doğru əsir. Bu bütün həmin tropik və ekvatorial ərazilər üçün səciyyəvidir. Amma yerli küləklər sırf bir ərazi üçün səciyyəvidir. Və yerli küləklər hansılardır? Gəlin bunları bir-bir sayım. Məsələn, Səmun və Xəmsin. Bu küləklər Şimali Afrika və Ərəbistan üçün səciyyəvidir. Daha sonra Bora küləyi Qara dəniz sahilləri üçün, Vili Avstraliya, Sirocco İtaliya, Sarma Baykal ətrafı, Baguio Filippin, Mistral Fransa, bir də Tornado, Smerch Şimali Amerika üçün səciyyəvidir. Bu yerli küləklərdən Səmum digər küləklərdən isti və quru olmasına görə fərqlənir. Bir də fiyon küləkləri var və yaxud da föhün küləkləri də deyilir buna. Bu küləklər yüksək dağlıq ərazilərdə əsir və əsasən qışın sonlarına doğru əsir. Bu küləklər isti və quru olur. Bəs bu küləklər necə yaranır? Deməli, qışın sonlarına doğru hava kütlələri dağın zirvəsinə doğru hərəkət edir və orada soyuyur. Soyuduğu üçün kondensasiyaya uğrayır və yağıntı verir. Şəklə də fikir versəz, sol tərəfdə dağın yamacında görürsüz, yağıntı verib. Daha sonra həmin hava kütlələri dağın digər yamacı boyu hava kütlələri enir, quru və isti fiyon küləkləri yaranır. Və bu küləklər zərərli küləklərdir, qarın tez əriməsinə səbəb olur, bitkilərin isə vaxtından tez vegetasiyasına səbəb olur. Bu da təbii ki də bitkilər üçün zərərli bir küləkdir.
Daha sonra küləklərlə bağlı siklon və antisiklonlar var. Bunlar nədir? İndi gəlin bir-bir onu izah edeyim. Birinci siklonu izah edəcəm. Siklon atmosferin qapalı, alçaq, təzyiq sahəsində əmələ gəlir. Burada hava kənardakı yüksək təzyiq sahəsindən mərkəzdəki alçaq təzyiq sahəsinə doğru hərəkət edir. Şəkildə də fikir versəz, yuxarıda ekvatordan daha doğrusu şimalda sol tərəfdə olan siklondur, sağ tərəfdə olan isə antisiklondur. Birinci gəlin siklondan danışıram deyə sol tərəfdəki şəkillərə baxın. Dedik ki, kənardan mərkəzə doğru hava axınları hərəkət edir və yerin öz oxu ətrafında fırlanması nəticəsində şimal yarımkürəsində saat əqrəbinin hərəkəti istiqamətinin əksinə hərəkət edir. Cənub yarımkürəsində isə saat əqrəbinin hərəkəti istiqamətində əsir. Və siklon daxil olduğu ərazidə temperatur və təzyiqi aşağı salır. Buludlu, küləkli və tutqun hava şəraiti yaranır. Həmçinin də yağıntının da miqdarı artır. Bu küləklər təxmini 4-7 gün ərzində davam edə bilər. Siklonlar iki cür olur. Tropik və tropikdən kənar siklonlar. Tropik siklonlar nədir? Deməli, okeanların üzərində tropik enliklərdə yaranır. Deməli, tropik siklonlar güclü dalğalanmaya səbəb olur və quruya hərəkət edərkən güclü küləklərin yaranmasına, bir də leysan yağışlarının yağmasına səbəb olur. Bununla həmçinin o böyük dağıntılara da səbəb ola bilir. Siklonlar Cənubi və Cənub-Şərqi Asiya üçün səciyyəvidir və burada onu tayfun adlandırırlar. Cənub və Cənub-Şərqi Asiyada hansı ölkələrdə baş verə bilər tayfun? İndoneziya, Malayziya, Laos, Vyetnam, Filippin, Çin, Yaponiya, Koreya və Tayvan. Şimali Amerikada isə buna qasırğa deyilir. Yəni tropik siklonlara qasırğa deyilir. Şimali Amerikada, ABŞ-da, Meksikada, Kuba, Haiti və Yamaykada qasırğa baş verə bilər. Filippində isə tropik siklonları Baguya adlandırırlar. Bir də Bengal körfəzi sahili ölkələrində siklon adlanır. Elə, yəni küləyin öz adı kimi adlandırılır. Avstraliyada isə vili-vili adlandırılır. Tropik siklonlarda biz tayfun, qasırğa, baguyo və s. bunların adlarını çəkdik. Bunların hər birinin özünə məxsus xüsusiyyətləri var. Yəni hər biri eyni xüsusiyyətə malik deyil. Məsələn, danışsaq qasırğalardan, qasırğalar güclü yağıntıya səbəb olur və temperaturun aşağı düşməsinə səbəb olur. Adətən 20 kilometrdən 200 kilometrə qədər ərazini əhatə edə bilir. Tayfun isə Şərqi Asiyaya Sakit Okean üzərindən daxil olur və əsasən 6-15 dərəcə şimal və cənub enlikləri arasında əsir. Burada, yəni tayfun küləyində küləyin sürəti 30 metrə qədər çata bilər. Bu da həmçinin güclü leysan yağışlarına səbəb olur və böyük dağıntılara səbəb olur. Antisiklonlarda isə mərkəzdə atmosfer təzyiqi yüksək olur. Buna görə də hava axınları mərkəzdən kənara doğru yönəlir və havanın hərəkəti şimal yarımkürəsində saat əqrəbinin hərəkəti istiqamətində, cənub yarımkürəsində isə onun əksinə olur. Burada antisiklonda, yəni hava aşağıya doğru hərəkət edir. Buna görə də yağıntı vermir və mərkəzində sakit hava olur. Buna həm də şəlakət deyilir. Şəkildə sağ tərəfdəki antisiklondur. Oradan baxa bilərsiniz hərəkət istiqamətinə. Bir də antisiklonlar harda? Hansı ərazilər üçün səciyyəvidir? Əsasən subtropik enliklərdə və Antarktida üzərində müşahidə edilir. Bir də qış fəslində materiklərin mülayim enliklərində əmələ gəlir. Sibir və Antarktida üzərində yaranan antisiklonlar 7-14 günə qədər davam edə bilir.